Dəriniz durduğunuz yerdə qızarır, isinir, həssaslaşır və ətrafdakılar sizə necə həssas dərin var deyirlər. Bəlkə bu sadəcə həssaslıq deyil, onun adı rozasiya da ola bilər. Rozasiya haqqında bilib-bilmədiyimiz bir neçə faktları xatırladaq. 1. Rozasiya akne deyil. Çox zaman rozasiya ilə akneni dəyişik salırıq. 2. Günəş rozasiyanın nəinki dostu deyil, hətta düşməni belə sayıla bilər. 3. İsti içkilər, tünd çay, kofe, şokolad, acı və şirin yeməklər, isti hamam, sauna bu komanda rozasiya triggerləri sayıla bilər. Rozasiya bəzən sadəcə dəri ilə yetinməz, gözlərimizdə quruluq və qızartı verir. Nə qədər çox skrab, bir o qədər təmiz dəri. Bu rozasiyaya aid deyil. Ümumilikdə rozasiyada dəriyə çox sərt davranmaq olmaz. Aqressiv prosedurlar, tərkibində spirt olan toniklar hamısı qəti qadağandır. Rozasiya gigiyena xəstəliyi deyil, təmizliklə heç bir əlaqəsi yoxdur. Burada genetik meyl, damarların keçiriciliyinin artması çox böyük rol oynayır. Ən sonda daha sevindirici məlumat da verək. Rozasiya müalicə olunmayan xəstəliklər sırasında olsa da, onun düzgün qulluq, doğru həyat tərzi və müalicə vasitəsilə uzun müddət sakitləşdirmək mümkündür.